Ağdam şəhərində Prezident yanında Dövlət İdarəçiliyi Akademiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə dövlət idarəçiliyində innovativ texnologiyalar mövzusunda səyyar təlim proqramına başlanılıb. Təlimdə bildirilib ki, Azərbaycanın müasir dövlət idarəçiliyinin formalaşmasında liderliyin və innovativ yanaşmaların rolu böyükdür. Ölkəmizin iqtisadi, texnoloji və idarəetmə potensialı islahatlar nəticəsində əhəmiyyətli dərəcədə güclənib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının rolu da vurğulanıb. Həmçinin 2 gün davam edəcək təlimdə dövlət idarəçiliyinin klassik nəzəri əsasları ilə müasir idarəetmə prinsipləri qarşılıqlı şəkildə müqayisə olunacaq. Azərbaycan Respublikası uğurla inkişaf edir bir çox sahələrdə və bu uğurun əsasını bilik və bacarıq, elm və təhsil təşkil edir. Azərbaycanın qazandığı bu nailiyyətlər şübhəsiz ki, dövlət idarəçiliyində tətbiq etdiyi yeni texnologiyalardır. Bu elə texnologiyalardır ki, onların əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdu. Bu gün isə Prezident İlham Əliyev bunu tam yeni səviyyəyə çıxardı. Bu elə texnologiyalardır ki, onlar praktiki olaraq bir dərsliklərdə, ensiklopediyada yoxdur. Bu tam yeni texnologiyalardır ki, Azərbaycana imkan yaradır ki, 75-ci məsələn iqtisadi imkanla dünyada 25-ci yer tutmaq. Bu ən müasir iqtisadi inkişaf göstəricisidir ki, tək iqtisadiyyatı yox, eyni zamanda sosial sahəni, hali arasında gəlirlərin bölünməsi. Azərbaycanın 25-ci yerdədir. Kimi geridə qoyub? İtaliyanı, Belçikanı, Çekiyanı, bu tədbirin Ağdamda keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Buranın inkişafı innovativdir və tam yeni prinsiplər əsasında inkişaf etdirilir. Azərbaycanda son illər dövlət idarəçiliyinin bütün sahələrində öncədən müəyyən edilən strategiyaya uyğun olaraq islahatlar aparılmaqdadır. Bu islahatlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarının struktur islahatları, dövlət qulluq islahatları, elektron və rəqəmsal hökumət islahatları və digər islahatlar daxildir. Bu islahatlar nəticəsində ortaya çıxan və yaradılan asan xidmət mərkəzləri artıq ölkəmizin sərhədlərini aşan beynəlxalq brendə çevrilmişdir. Bu yaxınlarda Pakistanda yaradılan asan xidmət mərkəzləri bu islahatların artıq beynəlxalq miqyasda yüksək səviyyədə qəbul olunduğunu bir göstəricisidir. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində bir tərəfdən yenidən qurma və digər tərəfdən iqtisadi inteqrasiya prosesləri aparılır. Bu ərazilərdə eyni zamanda idarəetmə modelinin təkmilləşmə istiqamətində də uğurlu islahatlar həyata keçirilməkdədir. Bu islahatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin xüsusi nümayəndəsi institutu yaradılmışdı. Bu islahat xarakterli addım Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti strukturları arasında koordinasiya və səlahiyyət bölgüsünün yeni keyfiyyət mərhələsinin formalaşdırılmışdır. Eyni zamanda Azərbaycanda iqtisadi rayonlaşdırma və inzibati ərazi bölgüsünün pilot islahatları həyata keçirilmişdir.